Azərbaycanda həcc ziyarətinə səfər tarixlərinin açıqlanmasından sonra qiymət məsələsi müzakirə edilir. Belə ki, ziyarət paketinin qiyməti 10.115 manatdır. Bu isə birmənalı qarşılanmıyor və müxtəlif aspektlərdən tənqid edilir. İlahiyyatçı Tural İrfan Qlobal Info Aza açıqlamasında maddi imkanı yüksək olan, qazancının zəkatını, sədəqəsini verən, yaxını ac olmayan, halal qazanan müsəlmanın bu ibadəti yerinə yetirməsinin vacibliyini vurğulayır. Stat: Həcc ziyarət deyil, ibadətdir. Bəzi insanlarsa şan, şöhrət, ad qazanmaq, imtiyaz sahibi olmaq üçün ora gedirlər. İbadət üçün həccə gedən çox azdır. Qiymətin baha olması Səudiyyə Ərəbistanının qərbin ideoloji dairələrinin təsirində olması ilə əlaqədardır. Həccə gedənlərin sayını ildən ilə azaltmaq, Ərəbistanı dünyəvi qaydalara keçirmək istəyirlər. Qərbin böyük ideoloji planı var. Kəbəni İordaniyaya köçürüb yerində ticarət mərkəzləri inşa etmək. Bunun üçün Kəbənin İordaniyanın Petra şəhərində olduğunu iddia edən Əhmədi Sülh və Nur Dini adlı